Gördüyünüz kimi biz artıq Miami'dəyik. Görək burada başımıza nələr gəlir. Əslində dedilər sizi çox sual cavab eləyəcəklər. Mən də ilk dəfə də Amerikaya girirəm. Pasportumu aldı, dedi bura bax, şəklini çəkdi, pasportumu verdi, dedi get. Yəni Amerika vizası və Amerikaya gəlməyim deyərdim ki, gəzdiyim bütün ölkələr içərisində ən rahat oldu. Maşallah gözləyirsiniz. Gəldik, çatdıq otelimizə. Hələ yerləşməmişik, amma mənzərəni sizə göstərmək istəyirəm. Necə gözəl bir mənzərədir. Çox gözəldir. Gəldik indi bura. Yemək yiyəcəyik. Good morning. Demişdim ki, buranın gündüz görüntüsünü göstərəcəm. Səhər saat 9-dur. Oyanmışıq. Gedirik səhər yeməyinə. Bu da mən hələ pijamadayam, geyinməmişəm. Gözləyirəm ki, bir yer seçək, gedək səhər yeməyi yeyək. Bu otağımız, mənzərəmiz. Biraz sizə Miami küçələrini göstərmək istəyirəm. Belə qəşəng küçələrimiz var. Bu da mənim dırnaqlarım. Və gəldik, çıxdıq buranın ən məşhur outlet moluna, Delfin mola. Bayaq bu təyyarəni tuta bilməmişdim. İndi tutdum. Gəlmişdim açıq almağa. Burada bir kəpənək gördüm. Şirindir. Deməli qızlar, burada Guess mağazasını tapdıq. Qiymətlər o qədər ucuzdur ki, bizlə müqayisədə atıram. Əgər bir sumka bizdə 250 manatdırsa, burada 40-50 dollardır maksimum və endirimlər var. Biz də çoxlu şeylər aldıq. Bu da mənim aldıqlarım. Gedirik başqa mağazalara. Göstər aldıqlarımı. Bunlar da bizim bugün aldıqlarımız. Guess mağazası şokdadır. Biz ondan da çox şokdayıq. Dondurma aldıq. Gedirik dondurma yeməyə. Biraz da gezməyə axşam gəlirsən. Yenə mən corablarım. Və gəldik buranın ən məşhur gecə görüntüsü Ripple'a. Bu da mənim lookum. Instagrama keçid edib şəkil və videolarımı izləyə bilərsiniz. Hello. Heç nə, belə bir şey tapdım. Gəlin biraz sizə Miami küçələrini göstərim. Polis maşınları. Qəşəng dolu məkanlar. Palma. Və hazırlaşdıq, çıxdıq, gedirik Ocean Drive-a. Bu da mənim lookum. Buranı yəqin ki xatırlayırsınız. Uşaq vaxtı GTA oyununda, hətta GTA Vice City'də ilk missiya burada Colony Otelin yanında başlayırdı və biz də indi birazdan orada bir yer seçmişik. Orada kahvaltı eləyib həmin yerə gedəcəyik. Çox qəşəngdir buralar. Növbəti kadrlara mütləq baxın. Ümumi görüntü bu şəkildədir. Çox gözəldir. Və gəldik qəşəng Amerikan kahvaltısı eləməyə. Pankekimiz də var. Yenə yol üstü biraz alışveriş elədik. İndi buraları göstərəcəm sizə. Burada qəşəng suvenirlər var. Bunu seçdim. Ən altdakını. Sonra burada maqnitlər var. Amma nə yalan deyim, qiymətləri çox baha idi. Ona görə bir dənə suvenir aldım, 2 dənə maqnit aldım, bir dənə dəst aldım, bir dənə papaq aldım, bir də tuncaya kofta aldım. İndi isə yavaş-yavaş gedirik həmin o yerə doğru. Nə qəşəngdir. Bu da Miami'nin məşhur saatı. Orada tarixlər qeyd olunur. Sübut eləyirsən ki, mən bu tarixdə burada olmuşam. 26-19 fevralda mən də Miami Beach'də olmuşam. Sübutlu, sənədli. Və gəldik. Məşhur o yer. Bu da məşhur maşın. Və hal
hal-hazırda özümü o qədər xoşbəxt hiss edirəm ki, yəni bunu sözlərlə ifadə edə bilmərəm. Uşaq vaxtı sevə-sevə oynadığım oyunun əslini bu dəqiqə yaşayıram. Çox qəşəngdir. Qəşəng şəkillər, videolar çəkdik. İndi də sizin üçün vlogu davam edirəm. Salam. Görən icazə verərlər içəridə oturmağa. Yoxlamaq da pulla deyil ki. Qapını açmağa çalışır. Açılmır. Deyir, əl vurma, əl vurdum. Hələ də inana bilmirəm ki, mən bir günə viza aldım. Bir günə, daha doğrusu 2 gün qalmış bilet aldım və gəldim Miami'yə. Buna baxın, nə gördüm burada? Bu qələmun. Hara gedirsən? Düşünürük biz də əynimizi dəyişək, gələk burada voleybol oynayaq, dənizə falan girək. Buranın adı South Beach gedir, amma biraz küləklidir bugün. Bir də burada insanlarda nə xoşuma gəldi, onu deyəcəm sizə. Deməli, yolun ortasında dayanıb oradakı maşınla şəkil çəkdiririk. Maşın sürən insanlar gəlirlər, görürlər ki, biz şəkil çəkirik və dayanırlar, bizi gözləyirlər. Yəni, neçə dənə maşına biz dedik ki, narahat olmayın, keçin. İnsanlar da eyni şəkildə, hamısı durub, belə, necə deyim, hörmətlə durub gözləyirlər ki, biz şəklimizi çəkək. Yəni, bu çox xoşuma gəldi. Çox sevdim. Çox gözəl deyil. Bu mənzərələri sizə çəkib göstərmək istəyirəm. Hər şeyi çəkmək istəyirəm. Və dostlar, Scarface filmi burada çəkilmişdir. Alın bu məlumatı, nə yaparsanız yapın. Bu da mənim Miami Beach'də ikinci lookum. Gedirik dənizə, voleybol oynamağa. Gəldik, çıxdıq Miami Beach'ə. Daha öncələrdə də qeyd etdiyim kimi, buranın küləyi mənə Bakını xatırladı. Kaş küləksiz olsa. Bugün səhər açılandan ancaq video şəkil. Ona görə də çox yorulmuşam. İstəyirəm biraz gedim, dincəlim. Ümid edirəm incimərsiz. İncidim. Sabah axşam bilirəm, yenə çəkəcəm. Neysə, axşam görüşərik. Axşam yeməyi üçün də belə bir yer seçdik. Mənzərəmiz. Və bu da mən, bayaqki gördüyünüz yollar bizi gətirdi Key Biscayne adasına. İndi burada yüngülvari bir şeylər yeyib, biraz şəkil video çəkib, ondan sonra da üzməyə gedəcəyik. Deyilənə görə ən gözəl sahillərdən biri də məhz bu adadadır. Birazdan hamısını sizə göstərəcəm. Ay, buna baxın. Tərpənir, realdır. Gəldik, çatdıq axır ki bir tər Lighthouse-a. Bu yol ora gedir. Gedək biz də baxaq. Gəldik, axır ki çatdıq bu mayaka. Nə gözəl yoldur. Başla. Gəldik, çıxdıq axır ki Aygünün satdığı Lighthouse-a. Bu da mənim maksimum ala biləcəyim Lighthouse. Kvadratı 500 minlə. İçərisinə girməyə icazə yoxdur, ancaq saat 10-dan 12-yə qədər 2 saat içərisinə girmək mümkündür. Belə də ətrafını saat 4-ə qədər gəzə bilərsiniz. Bizi qovmamış, biz özümüz öz xoşluğumuzla getmək istəyirik. İndi də yavaş-yavaş gedirik digər sahilə, orada günəşlənəcəyik. Gəldik buranın ən məşhur beachlərindən birinə. Ətraf bu şəkildədir, göstərim sizə. Çox qəşəngdir. Miami'nin sunseti məşhurdur. Sizə də göstərmək istəyirəm. Bugünün looku bu şəkildədir. Boy güzlüyümüz olmadığına görə burada çəkirəm. Və gəldik, çatdıq buranın ən məşhur klublarından birinə. Sugar Rooftop. Adı belə gedir.
Bu da məkanın digər zalı. Buranın mənzərəsi daha gözəldir. Baxın. Good morning. Gəldik kahvaltı eləməyə. Amerikan kahvaltısı. İndi istəyirik gedək krokodil turuna, amma əmin deyilik ki, gedib çata biləcəyik, bilet ala biləcəyik ya yox. Allah umuduna gedirik. İnşallah ki tapsaq, vlogun davamında görəcəksiniz. Pankekimiz də gəldi. Gəldik, çatdıq. Parkın ərazisini təmsil edən bir xəritə var əlimizdə. Bu xəritəyə əsasən gedirik. Amma yəni yarım saat yolumuz var. Gəldik, belə bir gölə çatdıq. Amma hələ ki gözümə krokodil dəymir. Günəş buradan qəşəng vurur. Dedilər bu göldə krokodil var. Biz də gəldik, amma hələ ki krokodil görmürəm. Deyəsən yenə səhv gəlmişik. Ərazi o qədər böyüdür ki, bura yarım saata gəlmişik. İndi adam axtarırıq, soruşaq ki, bu krokodillər hardadır. İnşallah taparıq. Və gəldik, çıxdıq belə bir yerə. 600 metr gedəcəyik və çıxacağıq bot ərazisinə. Amma orada... Sən necə? Gəlib çıxdığımız yerə baxın bir dənə. Bu arada Everglades Milli Parkındayıq. Bura dünyanın ən böyük subtropik bataqlıq ərazisi sayılır. Ümid edirəm ki, biz burada batıb qalmarıq. İndi də gəldik belə bir yerə. Deyirlər ki, botlar hamısı buradan qalxır. Burada da belə hər kəsin öz botu var. Gəlirlər, botlara minirlər, belə balıq tutmağa gedirlər. Baxın, hamı botu ilə gəlir balıq tutmağa. Bu da mən. Bir gün ancaq krokodil axtarmışıq. Krokodil ovuna çıxmışıq sanki. Hələ də tapa bilmirik. Gedək indi bir dənə başqa bir yer var. Deyirlər orada da ola bilər. Gedirik ora. Bir dəfə çox səhv elədik. Tur götürmədik. Dedik özümüz gələcəyik. O da tapa bilmirik. Bizdə qoşa çınar, burada qoşa palma. Neysə, belə bir zarafat eləmək istədim. National Parkı addım-addım gəzdik. Hər yerini gəzdik. Zaten göstərdim sizə. Amma bura gəlib çatanda dedilər ki, saat 5-də bot turları bağlanır. Amma o bot turuna minəndə sizə garanti də vermirlər ki, siz gedib o krokodilləri görəcəksiniz. Biz də belə bir dənə bot tapdıq. Mindi içində şəkil, video falan çəkdik. İndi də bu əraziləri gəzib görək hansı heyvanları görürük. Axşama kimi vaxtımız var, gəzək, qaydaq. Və gəldik yol qırağında belə bir bataqlıq tapdıq. Timsah yoxdur. Mənzərə çox gözəldir. Orada bir dənə quş var. Baxın, maksimum yaxınlaşdırıram. Gördünüz, Leyla idi deyəsən. Və bu da Miami'nin məşhur gün batımı. Dedikləri qədər var imiş. Bugün Little Havana'nı gəzəcəyik. Little Havana da Kubanın kiçik bir bölgəsini yaradıblar Miami'də və adını Little Havana qoyublar. Hər yerdə belə divar şəkilləri və s. var. İnsanlar gəlir, orada şəkil falan çəkdirirlər. İndi biz də gedirik gəzməyə. Ümumi Little Havana küçəsi bu şəkildədir. Bütün divarlarda şəkillər var. Və buranın əsas simvolu bu gördüyünüz xoruzlardır. Gəldik, burada sigar factory tapdıq. Yəni sigar hazırlanan yer. Baxın, burada hazırlanır belə bu formada. Burada da hazırlanmış versiyası var. Baxın. Belə mini bir bar formasındadır. Təbii ki, burada da xoruz var. Küçələrin rəngarəngliyi məni məndən alır. Buranın ən məşhur şəkil güşəsidir. Burada hamı şəkil çəkir.
Welcome to Little Havana. Çox qəşəngdir. Burada boş bir divar var. Hələ buranı çəkməyiblər. Şikayət eləyirəm aidiyyatı qurumlara. Zəhmət olmasa gəlin buranı da çəkin. Bu da Starbucks'ın xoruzu. Təyyarə. Belə dostlar, Little Havana'da gəzdik. O qədər şirin və maraqlı küçədir ki, hər tərəfdə insanlar və o qədər səmimidirlər ki, adi bir şəkil çəkirik. Bizi oturub gözləyirlər ki, biz şəkili çəkək tutaraq. Çox sevdim. Yəni, ən çox bu özəlliklərini sevdim. Və burada hər yerdə belə güllər satırlar. Yenə gəldik South Beach-ə. Ocean Drive-ın düz arxa tərəfi South Beach sayılır. Və mən. Su soyuqdur amma biraz. Gəldik dondurma almağa. Ay, çox qəşəngdir. Güclü olmadığı üçün özümü buradan çəkirəm. Bugün yenə qızarmışam, biraz zaqar almışam və lookum bu şəkildədir. Deməli dostlar, gördüyünüz kimi Versace'dəyik. Deyilənə görə bir zamanlar burada yaşayıb. Sonra muzey olub, indi də restoran edirlər. Bir də ətrafı sizə göstərəcəm. Ətraf baxın bu şəkildədir. Burada su var. Burada qəşəng insanlar otururlar, yeyirlər, içirlər. Çox qəşəngdir. Bugünkü lookum da bu şəkildədir. Gedirik Design District'ə. Və dostlar, bugün havanın temperaturu birdən-birə 10 dərəcə düşdü. Mən də şalvar geyindim, üşüyürəm, donuram. Hətta üstümdə kuftan var, amma qəşəng görülsün deyə çıxartmışam. Nəysə, 30 dərəcədən birbaşa 18 dərəcəyə düşüb. Amma biz neynədik? Gəzməyimizi dayandırmırıq. Gəlmişik Design District'ə. Buradakı küçələr belə bahalı markalarla və bəzəkli binalarla doludur. İndi oraları sizə göstərəcəm. Bu da Design District'in gözəl, bəzəkli küçələri. Markaları çəkim sizə. Deyir qız Şəkər babanın yanında sevinə-sevinə gedir. Həqiqətən sevinir ha. Biraz da bu küçəni göstərim sizə. Burada Dior var, burada Louis Vuitton var. Bina ümumi bu şəkildədir. Van Cleef var. Burada bu mərkəzdə buranın ən məşhur mərkəzi sayılır. Hətta bunun içinə girib şəkil çəkənləri görmüşdüm. Gedək görək, içinə girmək olur ümumiyyətlə. Bu müəmmalı bir şeyin içində, baxın, belə bir dənə pilləkən var. İnsanlar buradan aşağı düşür. Aa, parking. Altı parking imiş. Aa, nə maraqlı. Heç nə, bunu da bilmiş olduq. Bura belə mini mall tərzi bir şeydir ümumiyyətlə. Sevdim buranı, çox qəşəng görünür. Saat seçməyə gəlmişəm. Məncə bu qəşəng oldu. Qalxdıq ikinci mərtəbəyə. Bizi belə bir heykəl qarşıladı. Burada da ətraf bu şəkildədir. Yenə divarları rəngləyiblər. Düşürük aşağı. Burada da belə bir şey var. Mənə elə gəlir ki, bu benzin qiymətləridir. Dizel falan yazılıb. Amma niyə buradadır, onu anlamadım açığı. Yəqin ki, dekor kimidir. Ölmüş balıq heykəli. Bir də burada bütün ağaclardan belə şeylər asıblar. Günəş də vurur, hər tərəfə belə hər tərəfə belə yayılır. Qəribə görünür. Qəşəngdir amma. Sevdim bu küçəni. Özümə hədiyyə seçirəm dostlar. Amma almayacağım, sadəcə seçirəm.
Türk restoranına gəlmişdik. Su börək zad yedik. İndi bizə belə ikram eləyiblər ki, al baxaq. Neynirsən? Michelin ulduzlarını da gördük. 22, 23, 24, 25. 26 yoxdur. Niyə yoxdur? Buranın ən məşhur yerlərindən biri. Burada gəldik. Bu küçə ümumiyyətlə çox qəşəng görünür. Bizim Port Bakının daha qəşəng və daha böyük versiyası deyək. Və gəldik Bayside Marketplace-ə. Burada çoxlu suvenir mağazaları falan var. Dedik bu günü də belə qiymətləndirək. Gəldik, çatdıq. Girək görək içəridə nələr var. İlk alış-verişimi elədim. Tişörtlər aldım. Burada endirim var idi. 3 dənə tişört götürmüşəm. Çox qəşəngdir, rəngbərəng. Burada da çoxlu balıq qulaqlarından əşyalar var. Baxın, nə qəşəng görünürlər. Deyir, əgər qırsan, almalısan. Əl vurma. Bunları qırmadan apara bilsəydik, alardıq. Yəqin tez qırılan bir şeylərdir. Bu necə maraqlıdır. Baxın, dəniz atı. Və hər yer belə suvenir mağazaları ilə doludur. 4 dənəsi 12 dollar. Çünki vergi də çıxır. Belə. Mən suvenir də aldım, hər şeyi də aldım. Yavaş-yavaş gedə bilərik. Miami'də halva bişirən yeganə Azərbaycanlı biz ola bilərik. Nəysə, bugün ürəyimiz halva istədi. Dedik ki, halva bişirək. Hər ölkədə olduğu kimi burada da dedik ki, bir makçıqının dadına baxaq. Burada da çayım var və qəşəng bir yerə gedirik. Biz gəldik, çıxdıq Orlandoya. İkimiz bərabər hissə maşın sürdük. Düz 4 saat biz. Və gəldik, çıxdıq. Burada Gatorland deyilən bir yerdir. Burada çoxlu krokodillər var. Dedik, Miami'də krokodil görmədik. Gələk buradakı zooparkda görək. İnşallah bu dəfə görərik. Getdik. Gördük axır ki, gördük. Amerika alligatorları. Prosta mənə maraqlıdır. Bu niyə quşu yemir? O quşu niyə yemir? Onu niyə yemir? Bəlkə quş yemirlər. O da ola bilər. Burada da yavruları var. Sifətləri də qəribədir. Elə bir gülürlər. Orada da 2-4 yazılıb. Yəni buradakılar 2-4 yaş arası olanlardır. Bölüşdürüblər belə. Bu quş niyə belədir? Wow. Nə maraqlı quşlar var orada. Baxın, burada əlində tutub şəkil çəkdirir. Ay. Ağzını bağlayıblar. Ona görə hamı rahat çəkə bilir. Deməli dostlar, burada hamı qaçır bunların altında, islanır. Sonra da gəlirlər bu quruducuya, 5 dollar verirlər, quruyurlar. Hava amma bizim bəxtimizə biraz soyuqdur, ona görə islanmaq istəmirəm, üşüyürəm. İstəsəz əgər belə 3 dollara qatar turu da eləyə bilərsiniz. Düzdür, qatarı görmürəm, amma dedim məlumat verim. Bacı uşaq deyir. Zipline da var, krokodillərə göydən baxa bilərsiniz. Amerika türküsü belə olurmuş. Axır ki, tərpənən birilərini gördük. Bu da Sobekdir dostlar, krokodil Allahı. Belə də çəkim istəsəz haqqında dayandırıb oxuya bilərsiniz. Belə qəşəng yollarla gedirik. Sağımız, solumuz ancaq krokodildir. Öküz də var burada. O tərəfdə də nəsə var. İnək də var orada, bax, rəngli-rəngli, ən uzaqda. Bunlar da aşıq krokodillər. Ay Allah, nə yavaş tərpənir. Bu da nadir krokodillərdən biridir, ağ rəngdədir. Gözləri də qırmızı. Necə gözəldir.
Krokodil görmək istəyirik dedi. Bugün də ancaq hər tərəfimiz krokodildir. Sağımız, solumuz. Ready. Charge. Yenilirlər burada da. Bring out. Bir belgesel çəkirəm. Çox xoşum gəldi. İntihar eləyir. Geçsin. Biri çevrilib qəşəng yesə maraqlı olar. Belgeselimiz maraqlı olar, kadrlarımız. Ayaqlarını böyle butlarını. Ne güzel üzür. Burada da bir dənə dələ var. Tullanır, düşür. Neynir o öyle? Dələ. Krokodillərlə mırtdaşırlar. Bu quşlar. Üstündə oturup. Ay istələmir axı. Pulsuz kaçeli. Ay da istələmir. Deməli dostlar, burada Orlando'nun mərkəzidir. Church Street. Gəldik, burada da İstanbul restoranı tapdıq. Çox qəşəng bir məkandayıq. Mərcə supundan başlayaq. Ətrafı da göstərim biraz. Və baba qamışımız gəldi. Çölə çıxdıq ki, hava qaralıb. Belə bir mənzərə var qarşımızda. Yolda 7-Eleven gördük, dayandıq. Mənim ən sevimli mağazam. Çox sevirəm. Burada baxın, bunu bəyəndim. Maşınların qabaq nömrələri yoxdur. Ancaq arxadadır nömrələri. Və bugün bizim Miami'də son günümüzdür. Üzgünəm, yenə gələcəm, söz verirəm. Amma neynəmək olar? Hər gözəl şeyin bir sonu var. Son günümüzü dedik gələk, Ocean Drive'da keçirdək. Ya, çox qəşəngdir buralar. Bu da mən. Gedirik səhər yeməyinə. Quşların səsi. Mən. Evet ki, hansısa bir kinodayım. Sarı sarı. Çok qəşəngdir. Ne güzeldi bura. Klubdu bura bu arada. Miami'de son kahvaltımız. Mekanın gözəlliyi. Sizə maraqlı sualım var. Bu bura necə gəlib çıxıb? Amerikalılar bunu hardan bilir? Beğenirsin. Buranın ən məşhur molu Aventura Moldayıq. Dedi, çamadanımız tam dolmayıb. Gələk biraz da alışveriş eləyək. Tam dolduraq, ondan sonra gedək aeroporta. Çox qəşəng moldu. Bu kurtkanı çox sevdim. Bir də başqa biri var, onu da göstərəcəm. Bu. İkisini də almaq istəyirəm. Tez buna baxın. Miami'nin son yemeği. Son günümüzü biraz Bal Harbor'da geçirmeye karar verdik. Burada da her yerde qəşəng mağazalar var. Adamı lap yoldan çıxardırlar. Və Miami'də son addımlarımız. Bayaqdan bu tısbağaya baxıram ki, tərpənir ya tərpənmir. Realdır yoxsa yox. Hələ də başa düşə bilmədim. Bunlar mini palmalardır. Evdə belə qalır, böyümür. Mini palma istəyirəm evə alım. Nə deyirsiniz? Və dostlar, bir təhər gəldik, çatdıq aeroporta və 28 kilo oldu. Gəldiyim kilodan düz 8 kilo artıq geri qayıdıram da. Təbii ki, onlarda neçə dənə kurtka almışam, paltar almışam, maqnit almışam, onu almışam, bunu almışam. Hər nəysə $80 ödədik. İndi gedirik qapıya. Birazdan sizinlə sağollaşacağım.